Əraf surəsinin 31-ci ayətində Allah Taala buyurur: "Və kulu veşrabu və la tusrifu, innehu la yuhibbul musrifin." Yeyin, için, amma israf etməyin. Çünki Allah Taala israf edənləri sevmir. Və bu məsələyə biz mübarək Ramazan ayında da diqqət etməliyik. Yemək və içməklərdə belə israfa varmamalıyıq. Və bu ayda bizə ən çox tövsiyə olunan məsələlərdən biri Peyğəmbər sallallahu buyurur: "Və tasaddaqu ala fuqaraikum və masakinikum." Fəqir və yoxsul insanlara sədaqə verin. Sədaqənin azı çoxu yoxdur, əzizim. Zaten bu mülki, bu sərvəti sənə mənə verən o yenilməz qüvvət, qüdrət sahibidir. Məyər bu şahların, sultanların, məmurların aqibəti bizə nümunə deyilmi? O dünya malına susayan insan bənzədiblər ki, şor su içən insana bənzəyir. Yəni, dünya malına aludə olub axirəti yaddan çıxardan, axirəti unudan və hər bir şeyini elə dünya malı bilən həmin susuz insanın şor su içməsi kimidir. Elə artdıqca tələbatı da artır, gəldikcə elə istəyi də artır. Ona görə bu şahların, sultanların sonu, aqibəti bizə nümunədir.